Demək, keçən həftə qəşəng iş var idi uşaqlar. Nə işi? Nəyi var, işləyirdik da. Deməli, zakazın dalınca gəlir, nə bileyim, 3 günə əməlli başlı pul işlədik. Sonradan mən biraz xəstələndim, üstümüzə sağlıq. Üstünə düşdüm, işləyənmədim, amma bu uşaqlar yenə işlədi. Ay, nətə iş var idi, hamı deyir, ay, bilək dağılır. Təzə həftə başlaydı. Səhərdən axşama kimi oturuq maşında, $11'dan Uber bilək daşıyırıq. Abi işin heç bir stabilliyi yoxdur da. Yox aşkına. Bir həftə nəyi var, pul işlədik. Bir həftədən sonra yenə iş öldü. Abi 3 günə bəlkə $5 işləməmişəm. Düzdür, özüm də daha həvəslənib düşüb gedirəm evə, gözləyib bezirəm də. Amma iş də zəifdir. Nəm uşaqlar bilmirəm nə təşdiyi, məndə pis gündədir iş. Keçən həftə hayf döyür də, keçən həftə kimi iş olardı da.